Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Türkiyədə yenidən güclü zəlzələ. Türkiyənin Balıkəsir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib. Ajans AS xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Məlumata görə, zəlzələnin epicentri 11 kilometr dərinlikdə olub. Necə edək ki, süni intellekt bizi işsiz qoymasın? Açıqlama artıq süni intellekt həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu yenilik həyatımızı asanlaşdırdığı kimi özü ilə bir sıra problemlər də gətirir. Hazırda süni intellektlə bağlı insanları ən çox narahat edən məsələ bu yeniliyin onları işsiz qoymasıdır. Çünki az qala hər gün süni intellektin, robotların müxtəlif peşələrdə insanları əvəzləməsi barədə xəbərlər yayılmaqdadır. Belə olan halda nə etmək lazımdır ki, işsiz qalmayaq, sualı meydana çıxır. Ölkə az bu suala cavab tapmaq üçün təhsil mütəxəssisi Rasim Həsənzadənin fikirlərini öyrənib. O, belə olan halda xilas yolunu yaradıcı işlərə fokuslanmaqda görür.